Sabahınız xeyirli, gününüz uğurlu keçsin inşallah. Yeni uyanmışam. Sevgi saat 7'den uyanıb. Ben de tez uyandım. Bugün hava deyəsən çox küləkli olacaq. Amma mənə elə gəlir ki, orta yenə isti olacaq. Amma belə olsa nə gözəl olar. Mənim istiyə heç dözümüm yoxdur. Mesela vitaminimi içeyim. Uy. Haralara qalxdın? Kofe içdin Aygün? Bəli, içdim. Necəsən indi? Qəşəng, aclıq yox, çörəyə heç Görürsünüz. bir dənə çörək yemək. Bax qızlar, mənə deyirsiniz ki, axı diyeta tuturdunuz. Mən diyetanı hamiləlik dövründə və hamiləlikdən sonra tutmuşam. Amma əziyyət çəkirdim da, neyniyim ki? Diyetanı saxlayırdım, yanımda kimsə nəsə yeyəndə mən də onları istəyirdim. Nəfsim çək. Düzdür, mən diyeta ilə çox arıqlamışam, amma nəfsimi öldürə bilmirdim də. Kimsə yanımda xəngəl yeyirdi, mən də yemək istəyirdim. Bu belə, hay can ölüm. Ölməz. Ananın yüreği. Bak, yine kurban olmaz dişleri ağza. Balık. He. Yani, ura! Ha, yani ki, yanımda kimle yiyirdi, ürəyim istəyirdi də. İştahımı kəsə bilmirdim. Mən lazım idi iştahımı kəsmək. Yəni, kofeyi ona görə keçmişəm. Mən demirəm, hamı alsın, içsin bu dəqiqə. Mənə və Aygünə bizə çox düşür. Biz ondan çox gözəl çək atmışıq. Ürək döyüntüsü vermir bizə bəzi kofelər kimi. Yəni o doğrudan da ürək çırpıntısı falan elə şeylərim yoxdur deyə rahat içirəm. Yəni kimsə məsləhətdir də, yəni içmək istəyirsə için. Bu bir önəri, belə deyim. Hə qızlar, evdən çıxdım. İndi gedirəm Saleriyə. Bugün həm Saleriyə gedəcəm, həm Səkinənin yanına gedəcəm saça. Həm Sevinç xanımın yanına gedəcəm. Seansımız var bugün. Çalışacağım seansda nələr baş verir, onları çəkim əgər Sevinç xanım icazə verərsə. Böyle. Özlüyorum, seni çok özlüyorum. Sabahınız xeyirli, gününüz uğurlu keçsin inşallah. Yeni uyanmışam. Sevgi saat 7'den uyanıb. Ben de tez uyandım. Bugün hava deyəsən çox küləkli olacaq. Amma mənə elə gəlir ki, orta yenə isti olacaq. Amma belə olsa nə gözəl olar. Mənim istiyə heç dözümüm yoxdur. Mesela vitaminimi içeyim. Uy. Haralara qalxdın? Kofe içdin Aygün? Bəli, içdim. Necəsən indi? Qəşəng, aclıq yox, çörəyə heç Görürsünüz. bir dənə çörək yemək. Bax qızlar, mənə deyirsiniz ki, axı diyeta tuturdunuz. Mən diyetanı hamiləlik dövründə və hamiləlikdən sonra tutmuşam. Amma əziyyət çəkirdim da, neyniyim ki? Diyetanı saxlayırdım, yanımda kimsə nəsə yeyəndə mən də onları istəyirdim. Nəfsim çək.